animasiyalarda belə uşaqlar izləyir. Bu animasiya videosunda görürük ki, ana pişik yemək bişirir və uşağın başına təhlükəli bir iş gəlir. Yəni uşaq ət çəkən maşınına düşür. Ana isə bu vəziyyəti görmür və ya bunu görməzdən gəlir. Bəs bu animasiyalar uşağın psixi inkişafında hansı problemlər yaradır? Uşaq beyninin inkişafı hələ tam olaraq tamamlanmadığına görə onlar real dünya ilə fantaziya dünyanı bir-birindən ayırd edə bilmirlər. Və uşaq reallıqla fantaziyanı bir-birindən ayıra bilmədiyinə görə düşünür ki, bəlkə də anamgildə məni sevmir, məni qoruyub saxlaya bilməyəcəklər və artıq inkişaf mərhələsində uşaqların psixikasında güvənsizlik və qorxu hissi yaranmış olur. Güvən hissinin zəifləməsi isə uşaqda sosial, emosional problemlərə, yuxu pozuntularına, iştahın azalmağına, eyni zamanda gələcəkdə olan münasibətlərinə də təsir göstərmiş olur. Bir sözlə, uşaq özünü tək və güvənsiz hiss edir. Bu tip animasiyalar və cizgi filmləri uşaqlarda həddindən artıq çox psixi problemlərə səbəb olmuş olur. Ona görə əziz valideynlər, uşağınızı bu tip cizgi filmlərdən və yaxud animasiyalardan uzaq tutun və baxmamağına şərait yaradın.